mətbuat konferansında hər birinizi xoş gəlmisiniz deyirəm. Bugün biz ötən ilin nəticələrindən əldə olunan göstəricilərə və qarşımızdakı hədəflərə baxış keçirəcəyik. İndi siz sözü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Zaur Əliyevə ötürürəm. Buyurun Zaur müəllim. Dəyərli media nümayəndələri, hər birinizi burada görməkdən çox şadıq. Bugünkü mətbuat konfransı 2025-ci ilin yekunlarına və gələcək hədəflərə həsr olunub. İcbari tibbi sığorta sistemində il ərzində görülən işləri, əldə olunan nəticələri diqqətinizə çatdırmaq məqsədi daşıyır. Həmçinin bu il gündəliyimizdə duran məsələlər burada da sizlərə ətraflı məlumat verəcəyim. İlk növbədə icbari tibbi sığorta sisteminin inkişafı və bu sahədə həyata keçirilən geniş miqyaslı islahatlara göstərilən davamlı dəstəyə görə ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. İcbari tibbi sığorta sistemi dinamik şəkildə inkişaf edir və bu inkişafın mərkəzində vətəndaş amili dayanır. Bu inkişafın əsasını isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi davamlı diqqət və hərtərəfli dəstək təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və həyata keçirdiyi sosial yönümlü layihələr ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Aparılan islahatların əsas məqsədi hər bir vətəndaşın keyfiyyətli, əlçatan və davamlı tibbi xidmətlərlə təmin olunmasıdır. Biz də bu məqsədə sadiq qalaraq sistemin təkmilləşdirilməsi istiqamətində işlərimizi məqsədyönlü şəkildə davam etdiririk. Biz ilk öncə keçən ildən başlayaraq qeyd etmək istərdim ki, bilirsiniz ki, keçən il tibbi sığorta haqqında qanuna bir neçə dəyişikliklər olmuşdu və onu sizin diqqətinizə çatdırmaq istərdim. Əsas dəyişikliklərdən biri sığorta onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Əvvəlki qanunda bizdə, yəni qanunun əvvəlki redaksiyasında yazılmışdı ki, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasının nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər. Bu iki kateqoriyalar sığortalı kimin qismində sayılırdı Azərbaycanda. Lakin keçən ilin dəyişikliyindən sonra həbs edilmiş, müəyyən müddəti azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər də sığorta olunan kimi qanuna əlavə edilmişdir. Burada söhbət illik 1500 nəfərdən şəxsdən gedir, hansı ki cəza çəkmə müəssisələrində olurlar və büdcədə bizim bunun üçün 200 min manatadək bir vəsait ayrılıbdır. Nəyə görə 1500 nəfər? Çünki bilirsiniz, Ədliyyə Nazirliyinin də öz tibbi xidməti var. Onlar özləri tibbi xidmət göstərirlər. Hansı hallarda ki, onların xidmətində o xidmət göstərmək olmur, o zaman artıq biz də onlara o istiqamətdə dəstək olacağıq bu ildən etibarən. Digər mühüm dəyişikliklərdən biri qeyri-formal məşğul əhalinin sığortaya cəlb edilməsidir və keçən ilin sonlarından hardasa parlamentdə büdcə müzakirələri başlayandan bu məsələ ictimaiyyətdə çox müzakirə olundu və haqlı olaraq da suallar burada yaranırdı. Bu ilə bağlı qeyd etmək istərdim. Bilirsiniz, Milli Məclisdə büdcə müzakirələri zamanı bununla bağlı həm Maliyyə Naziri tərəfindən, həm bizim hörmətli millət vəkilləri tərəfindən, biz tərəfindən çoxlu açıqlamalar verilmişdi. Amma mən bir daha bu məsələyə aydınlıq gətirmək istərdim ki, ictimaiyyətdə daha aydın bir bununla bağlı fikir formalaşsın. Qayıtmaq istərdim 2021-ci ilə. 2021-ci ildə artıq ölkə üzrə icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunanda, yenə də əsas bizim normativ hüquqi sənədimiz tibbi sığorta haqqında qanun idi və həmin qanunda bilirsiniz, 21-ci ildən artıq bir qism insanlarımız başladılar sığorta haqqı ödəməyə. Yəni, burada bizim hər birimiz, əksəriyyətimizdə əmək haqqımızdan müəyyən bir sığorta haqqı tutulması olur və bu fondda formalaşır və daha sonra həmin o tibbi xidmətlərin, xərclərin bağlanması üçün yönləndirilir bu vəsaitlər. Bu kateqoriya insanlar kimlər idi? Bunlar əsasən muzla işləyən əmək məcəlləsi ilə tənzimlənən
muzda işləyən, əmək müqaviləsi ilə, xidməti müqavilə işləyən şəxslər idi. Eyni zamanda vergi məcəlləsi ilə uyğun olaraq bu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər idi, hansı ki bunlar artıq 21-ci ildən sığorta haqqı ödəyirdilər. Və köhnə qanunun yazılan redaksiyada digər bütün əhali kateqoriyası isə onlar qanunda bu şəkildə yazılmışdı ki, digər sığortalı qismində özləri çıxış edirlər. Yəni bu nə deməkdir ki, kim sığorta haqqı ödəmirdisə, digərləri artıq özləri sığorta haqqısını ödəməlidirlər. Bu çox geniş bir anlayış şəkildə saxlanılmışdır və bu ilk başladığına görə bu şəkildə saxlanılmışdır. Amma ona baxmayaraq 21-ci ildən dövlət onların o sığorta haqqısını öz üzərinə götürmüşdür və 5 il ərzində onların sığorta haqqısı dövlət tərəfindən maliyyələşdirildi. Yəni dövlət onların əvəzindən fonda pul ödəyirdi və onlar da tibbi xidmətdən yararlanırdılar. 2025-ci ildən biz aidiyyatı qurumlarla müzakirədən sonra bu maddənin daha da dairəsinin dəqiqləşdirilməsi istiqamətində qərara gəldik və bu şəkildə də artıq qanuna dəyişikliklə bağlı parlamentə müraciət etdik. Dairənin dəqiqləşdirilməsi nədən ibarət idi? Əsasən burada əlavə bir maddə olundu yeni qanunda, hansı ki o maddədə yazılıb ki, məşğulluq haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər. Digər maddə isə daxil olundu ki, digər onların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan çıxış edir. Yəni, daha öncə dediyim kimi, digər sığortalılar iki kateqoriyaya bölündü. Qeyri-formal məşğul əhali kateqoriyası və digər sığortalılar. Digər sığortalılar yenə də dövlət üzərindən artıq daha aydın şəkildə bu qanunda öz əksini tapdı. Dövlət tərəfindən sığortalanacaq. Məşğulluq haqqında isə qanunda qeyri-formal məşğulluq təsirinə düşən şəxslər isə artıq özləri sığorta qismində çıxış etmək maddəsi əlavə olundu. Burada əsas ictimaiyyəti maraqlandıran sual ola bilər ki, yaxşı, kimlər bu təsir dairəsinə düşür? Bununla bağlı qanundan irəli gələrək Nazirlər Kabinetinin bir sərəncam verildi ki, Əmək və Sosial Müdafiə Nazirliyi qaydalar hazırlasın və o qaydalara əsasən oradan artıq bilinəcək ki, kimlər bu dairəyə düşür. Bu günləri isə biz yenə də köhnə qayda ilə davam edirik, yəni hər kəs bu tibbi xidmətlərdən yararlanır. Bu qaydalar bu il ərzində nə zaman ki artıq müəyyənləşəcək və təsir dairəsi bilinəcək, ondan sonra biz bunu ictimaiyyətə açıqlayacağıq. Burada yenə də böyük bir qism əhali dövlət tərəfindən maliyyələşdiriləcək. Bunlar uşaqlar, pensionerlər, əlilliyi olanlar, az təminatlı ailələr və bir çox kateqoriyaya düşən insanlar dövlət tərəfindən maliyyələşəcək. Digər böyük qanundan dəyişikliklərdən də birini qeyd etmək istəyərdim. Bilirsiniz, bayaq dediyim kimi, bizdə bir əmək haqqlarından tutulmalar var. 2% işə götürən, 2% işçidən. Əvvəlki qanunun redaksiyasında qeyri-dövlət neft-qaz sektorunda çalışanlar üzrə 2500 manatadək 2%, əvvəlki redaksiyada bu 8000 manata qədər idi ki, 2% tutulurdu. 8000 manatın üzərində isə 0,5% tutulurdu. Artıq yeni qanunvericiliklə bu 8000 manat düşdü 2500 manata və beləcə artıq bizim daha çox əmək haqqı alan şəxslərimiz sığorta haqqı daha az ödəyəcəklər və bu daha ədalətli bir yanaşma oldu və bunun da əsas məqsədi təbii ki, səbəbi sahibkarlığa və qeyri-neft sektorunun inkişafına dəstəkdir. Siz dəyişirsiniz, çox sağ olun. Daha öncə dediyim kimi, sığorta haqqı ödəyən şəxslər. Bu 21-ci ildən ödəyən şəxslər haqqında da məlumat vermək istəyərdim, sizin diqqətinizə çatdırmaq istərdim. 2025-ci ilin 9 ay ərzində İTS haqqı ödəyən vətəndaşların sayı bu 2.263.437 nəfər olub. Bu ümumi əhalinin 22%-ni təşkil edir.
Bunlardan 1.168.686 nəfər icbari tibbi sığorta xidmətlərindən yararlanır. Yəni bunların kim ki sığorta haqqı ödəyir, 52%-i bir şəkildə tibbi xidmətdən yararlanıbdır. Və göstərilmiş xidmətlər məhz bu kateqoriya insanlar üçün 20.167.946 olubdur. Və həmin bu sığorta haqqı ödəyən şəxslərin bizim fonda ödədikləri vəsait 705 milyondan çox olubdur və 306 milyondan çox vəsait onların məhz tibbi xidmətlərinə yönləndirilibdir. Yəni yarıya yaxın bir rəqəmdir və adambaşı 262 manat onlar üçün, həmin bu şəxslər üçün xərclənibdir, ortalama götürsək. 2024-cü ildə isə bu 195 manat olubdur. İTS çərçivəsində tibbi statistik göstəriciləri də diqqətinizə çatdırmaq istəyərdim. Biz elə son bir neçə dəfə mətbuat konfransında da hər zaman göstərmişdik. Əhalinin təxmini yarıdan biraz çoxu məhz tibbi xidmətlərdən istifadə edir, yəni icbari tibbi sığorta çərçivəsində. 2024-cü ildə bu 5,2 milyon pasiyent olub, 2025-ci ildə bu 5,4 milyona qalxıbdır və il-ildən biz nəzər yetirsək, biz görürük ki, bu hər il bu rəqəm artır. Təxmini əhalinin yarısından çoxsu hər il məhz tibbi xidmətlərdən bir şəkildə yararlanırlar. Və müraciət sayı burada 15,3 milyon 24-də olub, 25-ci ildə 15,8, burada da artım olubdur. Tibbi xidmətlərin sayında da 8,8% artım görsənir. Ən çox müraciət edən xidmətlərin ilk içliyinə baxdıqda isə biz görürük ki, ixtisaslı həkim müayinəsi, radioloji və ultrasəs müayinəsi xidməti və ginekoloji xidmətlər üstünlük tutur. Biz eyni zamanda diaqnoz qrupları üzrə və həm təbib müəssisələrdə, həm özəl müəssisələrdə ilk ən çox müraciətləri biz onu diqqətinizə çatdırmaq istərdik bu statistikanı. Burada həm kişi, qadını da biz ayırmışıq. Kişilər üzrə biz baxanda ən topda olan, ən belə yüksək olan diaqnoz qrupları qan dövranı sistemi xəstəlikləri, endokrin sistem xəstəlikləri və tənəffüs orqanlarıdır. Qadınlarda isə bu endokrin sistemi, qan dövranı və həzm sistemidir. Və buradan da aydın görünür ki, ən çox xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklər ən üstün diaqnoz qruplarında yerləşir. Eyni zamanda biz həm təbib, həm özəllərdə ən çox müraciət olunan diaqnoz qruplarına da baxmışıq. Burada da qan dövranı, həzm, endokrin olubdur. Özəl xəstəxanalara isə ödənişlərə görə ilk 5 diaqnoz qruplarında qan dövranı, göz və gözün əlavə aparatının xəstəlikləri, sümük əzələ sisteminin və birləşdirici toxumaların xəstəlikləri əsasını tutub. İTS çərçivəsində ən çox icra olunan əməliyyatlar, burada da dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar ginekoloji əməliyyatlar olub, katarakt əməliyyatı və xolesistektomiya, öd kisəsinin çıxarılması əməliyyatlar olub. Özələ isə diqqət yetirdikdə biz görürük ki, burada katarakt əməliyyatı, koronar anjiyoqrafiya, angiokardioqrafiya, qan damarlarının müayinəsi ən çox olubdur. Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə statistikasına biz nəzər yetirdikdə, burada da görürük ki, 2024-25-ci ildə pasiyent sayında 24-cü ildə 179 min, 24-cü ildə 274 min, 25-ci ildə isə 179 min olubdur. Göndəriş sayda 308 min 25-də olubdur, 331 min 24-cü ildə olubdur. Planlı göndərişlərə gəldikdə və təcili göndərişlərə 263 min 2025-ci ildə olubdur, təcili göndərişlər isə 45 min olubdur və təcili göndərişlərə biz fikir verəndə görürük ki, 2024-cü illə 25-ci il arasında böyük bir artım var. Ümumi götürsək, özəllərə göndərişlərin 85%-i planlı olub, 15%-i təcili olub. Burada sizdə sual yarana bilər ki, nəyə görə 24-də pasiyent sayı və ya göndəriş sayı özəllərə azalıbdır 24-25-in müqayisəsində.
Bunun əsas cavablarından biri odur ki, dövlət tibb müəssisələrində radioloji xidmətlərin daha geniş tətbiqi artıq başlayıbdır və artıq vətəndaşların əlavə bir müəssisəyə getməyə ehtiyac yaranmayıbdır. Ona görə də onlar dövlət tibb müəssisələrində o xidmətdən yararlana biliblər. Burada mən sizin diqqətinizə maliyyə ilə də bağlı məlumatları çatdırmaq istəyərdim. Ümumiyyətlə bildirmək istərdim ki, bunu zaman-zaman da məlumat vermişik. 2019, yəni icbari tibbi sığortanın başlanmasından əvvəl ümumiyyətlə səhiyyəyə ayrılan vəsait sırf yalnız dövlət büdcəsindən ayrılırdı və bu təxmini 8 milyonun aşağısında idi. İcbari tibbi sığorta tətbiq olunandan sonra bu vəsait artıq gəlib 3 milyarda çatıbdır. 3,1 milyarda daha dəqiq desək, bu 25-ci ildə olubdur. Burada biz fikir versək, həm dövlət büdcəsindən ayrılan vəsaitlər kifayət qədər artıbdır. Eyni zamanda bizim daha öncə qeyd etdiyim kimi yığdığımız sığorta haqları, digər akcizlərdən gələn vergilər, bizim investisiya gəlirlərimiz, bunların hamısını cəmləyəndə bu günləri səhiyyə sektoruna 3,1 milyard vəsait xərclənir. Bu 25-ci ilin məlumatıdır. Və kiçik bir müqayisə də etsək, biz görərik ki, məsəl üçün 2019-cu ildə dərman və tibbi səhvlərə 45 milyon xərclənirdisə, 2025-ci ildə bu 190 milyona çatıbdır. Yəni, bu bir neçə dəfələrlə artıbdır və bunun da əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir. İnvestisiya gəlirləri ilə bağlı da bildirmək istərdim. Ümumiyyətlə, bütün dünyada da bu geniş praktikadır. Sığorta fondları, pensiya fondları adətən onlara gələn vəsaitləri daha səmərəli istifadə etmək üçün investisiyalar edirlər və o şəkildə əldə olunan investisiyaları da yönləndirirlər xidmətlərin maliyyələşməsinə. Və bizdə də ki, biz il baxsaq, 2020-ci ildən 25-ci ilə baxsaq, biz 2020-ci ildə 2,8 milyon investisiya gəliri əldə edirdiksə, 2025-ci ildə bu 93 milyona gəlib çatıbdır. Burada da əsas bizim investisiya alətlərimiz dövlət istiqrazlarıdır, depozitlərdir, əks repolardır və s. Bu kimi məhsullara biz investisiya edirik və bu 93 milyonluq vəsait yalnız vətəndaşların tibbi xidmətləri üçün maliyyələşdirilir və ora yönləndirilir bu vəsaitlər. İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı bu məsələ də çox bizim vacib bir məsələmizdir. Hansı ki, biz 2025-ci ilin mart ayından başlamışıq bu məsələyə. Burada tək biz başlamamışıq. Burada həm Səhiyyə Nazirliyi, təbib, icbari tibbi sığorta üç tərəfli bir böyük bir layihədir ki, hansı ki biz bunu artıq 25-ci ildən başlamışıq. Bunun ilk əsas işlərindən biri oydu ki, biz Milli Məclisdə bununla bağlı Səhiyyə Komitəsində dinləmələrdə də olmuşduq və ilkin səhiyyə xidmətinin nə qədər mühüm olduğunu hamımız qəbul edib və onun nə qədər tez düzələrsə, o qədər də biz daha keyfiyyətli xidmət verə bilərik məsələsini hamımız qəbul etmişdik. Amma bunun bir çox obyektiv bir səbəbləri var ki, bunun qısa zamanda bu məsələni belə həll eləmək bir o qədər də asan deyil. Buna bir vaxt lazımdır. O barədə də sizin diqqətinizə çatdırmaq istərdim. Daha sonra biz konsepsiya sənədi təsdiq olundu tədbirdə və eyni zamanda onun deməli ilkin səhiyyə xidmətinin göstərilməsi haqqında təlimat təsdiqləndi və beləcə biz yola çıxdıq. Həmin o sənədlərdə 7 strateji hədəf, 36 tədbir müəyyənləşdirilib, hansı ki bu 25, 26 və növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulub. Bu nəyə görə vacibdir? Ümumiyyətlə, biz bütün ölkələrdə də bu araşdırmanı aparanda, yəni onların səhiyyə sisteminə yaxından tanış olanda, bu vətəndaşın ən ilk qapını döyə biləcək bir səviyyəsidir ki, səhiyyə sahəsindəki o ilk ora əlçatanlıq olmalıdır. Nə qədər ki, ailə həkimi vətəndaşa yaxın olacaq, o qədər də onun həm profilaktik, həm onun bütün şikayətlərini ilk onu düzgün şəkildə dinləyib,
onu düzgün müayinə edib və düzgün bir ixtisaslı həkimə yönləndirə bilər. O şəkildə o zaman həm vaxt itkisi olmaz, həm də ki, vaxtında görülən tədbirlərlə daha tez müalicəsinə çata bilər. Bu, Sovet dövründə bizim bildiyimiz sahə həkimi, sahə terapevti, pediatra kimi bir sistem qurulmuşdur. Daha sonra isə bu sistem bir o qədər də xəstəxana, stasionar, ixtisaslı həkim səviyyəsində inkişaf etmədiyinə görə orada müəyyən boşluqlar yaranıb məhz bu ilkin səyyah xidmətində. Bizim əsas məqsədimiz odur ki, ilkin səyyah xidməti nə qədər güclü olsa, o qədər bizim xəstəxanalara da böyük axın olmaz, eyni zamanda o zaman-zaman növbələrlə bağlı çıxan məsələlər də öz həllini tapacaqdır və vətəndaş vaxtında daha tez keyfiyyətli əlçatan bir xidməti olduğu təqdirdə o ağırlaşma səviyyəsinə gəlib çatmadan düzgün müdaxilələrlə o öz sağlamlığına qovuşa bilər. Bunu biz ilk olaraq tam belə düzgün şəkildə işləməsi üçün Bərdə rayonu pilot şəhəri kimi seçdik və Bərdədə bütün lazımi tədbirlər görülübdür. Bərdədə 32 əslində kəndlərdə hal-hazırda həmin o həkim məntəqəsi, tibb məntəqəsinin yenidən sıfırdan qurulması ilə bağlı bir işlər görülür və ümid edirik ki, bu 2026-cı ilin martına qədər artıq əksəri hamısı fəaliyyətinə başlayacaq. Hər birində həkimi, tibb bacısı olacaq, lazımi bütün avadanlıqlar olacaq və orada ən əsas məsələlərdən də biri mobil tətbiq üzərindən artıq xəstələrin qeydiyyatı, diaqnozun yazılması və ümumi sistemə inteqrasiyası həyata keçiriləcək və nəticə etibarilə artıq ən ucqar kənddə də əlavə bir kompüterin ora qoyuluşuna ehtiyac olmayacaq. Artıq mobil tətbiqdən də bu həkimlər və ya tibbi personal o məlumatları daxil edə biləcək. Mənim əsas burada demək istədiyim odur ki, bir rayonu məsəl üçün götürsək, burada 32 dənə məntəqənin sıfırdan qurulmasından söhbət gedir. Və əgər biz bütün respublikaya baxsaq, bütün respublikada da biz bunun analizlərini eləmişik, hər birini bir-bir gəzmişik, baxmışıq və həkimlərin də tibbi personalın nə səviyyədə olması, infrastrukturun nə vəziyyətdə olması hamısı qiymətləndirilibdir. Və ümumilikdə bu 2200-dən çox bir müəssisədir. Hansı ki, bunların bir çoxuna yenidən qurulması və yaxud da ki, təkmilləşməsinə ehtiyac var. Eyni zamanda onların tibbi personalla da təmin olunması mütləq şəkildədir. Burada digər məsələ isə deməli, təhkim olunma məsələsidir. Təhkim olunmada da biz 2025-dən artıq başlamışıq əhalinin təhkim olunmasına. Bu nə deməkdir? Yəni, vətəndaş yaşadığı ərazi üzrə ən yaxın hansı ailə həkimidirsə ona təhkim olunmasıdır. Keçən il hardasa bir 2,5 milyon bir vətəndaş artıq ailə həkimlərinə təhkim olunubdur. Bunu ETV mobil tətbiqindən də görə bilərlər. Bu il bizdə nəzərdə tutulub hardasa 3,5 milyon və eyni zamanda da bu ikisi bir yerdə gəlir 5 milyon üzərində edir. Bunu mən nəyə görə diqqətinizə çatdırmaq istəyirdim? Çünki daha öncə qeyd etdiyim kimi əhalinin yarısı tibb müəssisələrinə müraciət edir və biz onlar müraciət etdikcə faktiki yaşadığı adres üzrə biz onu ya ən yaxın ailə həkiminə təhkim edirik. Kim ki tibb müəssisəsinə müraciət etmirsə, onu sadəcə qeydiyyat adresi üzrə təhkim olunma sistemdə qalır. Amma ola bilər ki, o bir çox hallarda vətəndaş öz qeydiyyat adresində yaşamır, başqa adresdə yaşayır. O zaman o nə zaman tibb müəssisəsinə müraciət edəcəksə, o zaman da biz onu yaşadığı adres üzrə təhkim edəcəyik. Və əvvəlki yanaşmadan da fərqli olaraq, burada əsas məsələ odur ki, biz vətəndaşa şərait yaradırıq ki, sırf özü gəlib bildirəndə ki, hansı yaşayış adresində yaşayır, beləcə biz onu həmin adresi üzrə ailə həkiminə təhkim edirik. Əvvəlki yanaşmalarda isə bu sırf qeydiyyat adresi ilə bağlı olduğuna görə bu çoxlu çətinliklər yaradırdı. Çünki bilirsiniz, bir çox vətəndaş olur ki, qeydiyyatı rayonda olsa da Bakıda yaşayır və yaxud da ki, tərsinə bir hal olur. Çağrı mərkəzi ilə bağlı da məlumatı diqqətinizə çatdırmaq istəyərdim. Burada bizə
il ərzində ümumilikdə 333 mindən çox zəng sayı olubdur. Yəni bu həm daxil olan, həm çıxan zəng sayı. Əsas daxil olanlar 229 min üzərində bir zəng sayı olubdur. Burada çox hallarda göndərişlərlə bağlı olubdur, müayinə və müalicə ilə bağlı olubdur və ümumi tibbi sığortanın tətbiqi ilə bağlı. Zənglərin 97% dərhal cavablandırılıbdır. Ümumiyyətlə, mən hər zaman deyirəm, indi də fürsətdən istifadə etmək istəyərdim. Bizim çağrı mərkəzi ən tez, ən yaxın vətəndaşa olan bir xidmətdir. Hansı ki, hər zaman onlar da orada çalışan əməkdaşlar da o şəkildə təlimatlandırılıblar, təlimdən keçiblər ki, əgər bir vətəndaş öz problemi ilə bağlı zəng edirsə, mütləq şəkildə onu bir şəkildə həll eləməlisiniz. Əgər özünüzün səlahiyyətinizə çatmırsa onu həll eləmək, siz aidiyyatı departamentlə və yaxud da xəstəxana ilə bu məsələni əlaqələndirib çalışırsınız ki, o məsələnin aydınlaşsın və yaxud da ki, problem həllinin istiqamətində iş görülsün və geri zəng edərək vətəndaşa bildirirsiniz. Ona görə fürsətdən istifadə edərək bildirmək istərdim ki, əgər tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşlarda hər hansı sual olarsa, mütləq şəkildə 1542 çağrı mərkəzinə zəng eləsinlər və oradakı bizim əməkdaşlar həmin vətəndaşlara kömək edəcəkdir. Müraciət saylarına gəldikdə vətəndaş müraciətlərinin sayını, burada mən bildirmək istərdim ki, bu daha çox vətəndaş tərəflərə gələn bizə məktubların sayıdır və müqayisə üçün demək istərdim ki, 2025-ci ildə bu 5889 vətəndaş müraciəti olubdur. Amma 2024-cü ildə bu 7600, yəni 22% azalma olubdur vətəndaş müraciətlərində son 24 ilə 25-ci ili müqayisə etdikdə. Bu əslində onu göstərir ki, artıq müraciətlərin də əsas səbəblərinə baxanda görəndə ki, bir çox hallarda sadəcə məlumatsızlıqla bağlı olur və yaxud da ki, hansısa bir məsələnin dəqiqləşməsi ilə illər keçdikcə vətəndaşlarımız daha çox icbari tibbi sığortanın tətbiqi ilə bağlı məlumatlanırlar və o kimi sualların təkrar müraciətlə verilməsinə artıq ehtiyac yaranmır. Eyni zamanda xidmətin yaxşılaşması ilə də bağlı şikayətlərin sayında da bir azalma müşahidə olunur ki, artıq hər hansı bir şikayət olanda onu biz sistemli şəkildə o problemi həll etdikdən sonra bənzər şikayətlə digər vətəndaş müraciət eləmir. Ona görə də burada həm şikayətdə, həm də ki, ümumi müraciətdə azalma müşahidə olunur. Şikayətdə qeyd etmək istərdim ki, məsələn, burada biz göstəririk ki, 15% ümumi müraciətlərin şikayətdir. 2024-cü ildə bu olubdur 941 şikayət, yəni 7600-dən. 2025-ci ildə isə bu 890 şikayət olub, hansı ki, bu 5800-ün içindədir. Yəni, burada da azalma biz müşahidə edirik. Eyni zamanda qəbul edilmiş vətəndaşların, bu əyani vətəndaş qəbullardır, hansı ki, həm mən, həm bizim aidiyyatı struktur bölmələr ay ərzində həm Bakı şəhərində, həm regionlarda biz vətəndaşları qəbul edirik. Burada da azalma biz görürük. 2024-cü ildə bu 1581 nəfər olubdur. 2025-ci ildə bu 1260 nəfərə düşübdür və daha öncə qeyd etdiyim səbəblərdir ki, vətəndaşlar artıq deməli daha çox məlumatlı olduğuna görə ehtiyac olmur vətəndaşa müraciətinə. Növbəti slaydda biz xidmətlər zərfinin genişləndirilməsi ilə bağlı sizin diqqətinizə çatdırmaq istəyərdim. Deməli, icbari tibbi sığortanın ümumiyyətlə ən ana sənədi bilirsiniz ki, xidmətlər zərfidir. Hər zaman ictimaiyyəti də maraqlandıran bu olubdur. Biz də çalışmışıq ki, ən ilk gündən, yəni pilot dövründən bu yana başlayaraq hər zaman vətəndaşın ehtiyacına uyğun həmin xidmətlər zərfinin təkmilləşdirilməsi və o xidmətlərin verilməsi. Ümumi qeyd etmək istərdim ki, xidmətlər zərfi ilk dəfə 2017-ci ildə tətbiq olunmuşdur. Yəni, ilk xidmətlər zərfi 2017-ci ildə pilot dövründə olmuşdur. Daha sonra 2020-ci ildə bir dəyişiklik olmuşdur, xidmətlər artırılaraq 1800-dən 2500-ə artırılmışdır və 2023-də də bu 3300-ə artırılmışdır və hal-hazırda da yeni xidmətlər zərfi hazırlanır, hansı ki,
O da yaxın zamanda təsdiqini tapacaq. Burada biz əsas məsələ nədir ki, biz nələri görmək istəyirik? Əhalinin daha geniş spektrdə və həyati vacib ixtisaslar üzrə keyfiyyətli tibbi xidmətlə əhatə olunmasıdır, ağır sinir sistemi xəstəliklərinin müasir üsullarla müalicəsidir, görmə funksiyalarının erkən bərpası və profilaktik yanaşmanın gücləndirilməsi, anadan gəlmə ağır dərəcəli eşitmə azlığı olan uşaqların sosial inteqrasiyası və reabilitasiyasıdır. Koxlear implantasiya ilə bağlı mən qeyd etmək istəyərdim. Bu kifayət qədər vəsait tələb edən bir xidmət olduğuna görə bunu mən xüsusi vurğulamaq istəyərdim. Bilirsiniz, bu neçə illərdir artıq ölkədə tətbiq olunurdu. Əvvəl bu dövlət proqramı kimi bir vəsait ayrılırdı vətəndaşlar üçün sığortadan öncə. İcbari tibbi sığorta tətbiq olunan sonra bu xidmətlər zərfinə daxil oldu. Bu anadan gəlmə körpü uşaqlar ki, eşitmə qabiliyyəti olmur, onlara bir cihaz yerləşdirilir və o cihaz vasitəsilə artıq onlar eşidə bilirlər, danışa bilirlər və orada əsas suallardan biri o idi ki, köhnə cihazlar qoyulurdu, amma bir müddət, həm o cihazın bir müddətdən sonra istismar dövrü bitdiyinə görə o xarab olurdu. Eyni zamanda yeni cihazlar çıxdığına görə artıq o dəyişmirdi. Biz o əvvəlki yanaşmalarda cihazın dəyişməsi, xarab olduqda onun təmir edilməsi kimi məsələlər yox idi. Artıq yeni xidmətlər zərfinə biz bunu salırıq və cihazın yenilənməsi, misal üçün qeyd etmək istərdim, bu 15.000 manat üzərində bir məbləğdir. Yəni bu da bir ailə üçün böyük bir vəsait olduğuna görə artıq biz onu da təminata salmışıq ki, o yük ailələrin üzərinə düşməsin. Cihazın əvəzlənməsi də hansısa bir hissəsinin olur ki, burada da bir 5500 manat qədər bir vəsait tələb edir. Bu da kifayət qədər böyük bir vəsait olduğuna görə o xidmətlər zərfi tərəfindən təminatda alınacaq. Travmatologiya ilə bağlı, məsəl üçün bilirsiniz ki, bir müddət sığorta tətbiq olunmamışdan qabaq böyük bir növbələr vardı endoprotezləşmə ilə bağlı. Hətta yadımdadır ki, 1000 üzərində bir nəfər gözləyirdi ki, endoprotez olunsun. Sığorta tətbiq olunan sonra artıq bu növbələr aradan qalxdı. Hər kəsin həmin o endoprotezləşməyə çıxışı var. Hər hansı bir növbə yoxdur və bir çox xəstəxanalar, böyük bir sayda bir xəstəxanalar bu xidməti göstərirlər. Amma bizə daimi vətəndaşlar tərəfindən revizyon endoprotezləşmə ilə bağlı bir müraciətlər olurdu. Bu artıq bir xüsusi yanaşma tələb edirdi, bunun xüsusi sifarişlə gətirilməsi və normal endoprotezləşmədən daha bahalı bir xidmət idi. Bunu da biz vətəndaş müraciətlərini nəzərə alaraq, onun da xidmətlər zərfinə daxil olunmasını nəzərdə tutmuşuq. Neyrocərrahiyyə ilə bağlı mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Oftalmologiya, görmə qabiliyyətinin bərpası və qorunması üzrə müasir və effektiv xidmətlər zərfinə əlavə edilməsi təklif olunubdur və kardiologiyada invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv yüksək texnoloji xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur. Yəni bu hər son üç qeyd etdiyim istiqaməti xidmətlər zərfində var. Sadəcə onların bəzi hissələri var idi ki, hansı ki xidmətlər zərfində nəzərdə tutulmamışdı. O da bizim həm vətəndaş müraciətləri tərəfindən, həm həkimlərimiz, tibbi personal tərəfindən müraciətlər əsasında onlar nəzərə alınıb, xidmətlər zərfinə daxil olunur. Digər ən böyük məsələ isə xidmətlər zərfində dərman vasitələrinin təminatıdır. Biz buna keçən ildən artıq ictimaiyyətə də məlumat vermişdik. Bu nədir? Yəni ki, bir xəstə həkimə gedirsə, əgər ona bir resept yazılırsa, o dərmanı almağa aptekdən gedib icbari tibbi sığorta hesabına almasını nəzərdə tutulur. Burada biz bütün dərmanlardan ilk başda söhbət getmir. Burada sırf ürək-damar xəstəlikləri üzrə daxil edilən dərmanlardan söhbət gedir və bunun da bir səbəbi var. Ümumiyyətlə, mən bunu qeyd etmək istərdim ki, bu dərman vasitələrinin təminata alınması böyük bir prosesdir. Yəni, burada həm tibb müəssisələri, apteklar, icbari tibbi sığorta, bunun maliyyələşməsi, bunun arxasında duran böyük bir infrastruktur, elektron sistem, bir sistemi. Bunlar hamısı sanki icbari tibbi sığortanın ölkədə tətbiqinə bərabər bir şeydir. Yəni, necə ki, biz xidmətlər zərfini
ölkədə tibbi xidmətləri 2017-ci ildə pilot şəklində başlayıb və mərhələli şəkildə artıq bütün ölkə üzrə tətbiq elədik. Bu dərman təminatı da ona bərabər bir şeydir və böyük bir vəsait də eyni zamanda bu tələb edən bir məsələdir. Buna baxmayaraq biz mərhələli şəkildə nəzərdə tutmuşuq ki, müəyyən xəstəlik diaqnozları üzrə ən çox ki, vətəndaşların hansı ki, müraciətləri olur, il-ildən bu vəsaiti artıraraq və həmin o xidmətləri təmin edərək vətəndaşlarımız ondan yararlansınlar. Və bunu biz artıq bir neçə ilə daha geniş şəkildə tətbiq edə bilsək, o zaman vətəndaşların cibindən xərclədiyi dərmanlara vəsaitlər də azalacaq və o şəkildə onların məmnuniyyəti artacaq və əlçatanlıq da dərmana olduğuna görə, ola bilər hansısa vətəndaşın imkanı olmur ki, dərman almağa. Əlçatanlığı təmin etdikdən sonra onlar daha tez sağlamlıqlarına qovuşacaqlar. Növbəti bu ildən biz başlayaraq 40 milyon nəzərdə tutmuşuq həmin o dərmanlar təminatına və qeyd etdiyim kimi ürək-damar xəstəlikləri üçün 28 təsir edici maddələrdir sayı və 76 adda dərman vasitəsidir. Bu elektron sistem vasitəsindən olacaq. Sadə dildə desək, yəni bir vətəndaş bu xəstəliklə bağlı həkimə müraciət etdikdə ona elektron resept şəklində resept yazılacaq və istənilən aptek şəbəkəsinə yaxınlaşaraq elektron sistem üzərindən onun fini adı yoxlanılacaq və əgər o resept sistemdə aktivdirsə, o zaman həmin vətəndaşa həmin dərman veriləcək. Burada deməli bizim pozitiv siyahı var, hansı ki, hansı dərmanlar məhz tibbi sığortanın təminatına düşəcək və o dərmanlar da tibbi sığorta tərəfindən qarşılanacaq. Ola bilər bu dərmanın daha güclü birisi və yaxud da bir brend adında olan bir dərman aptekdə olsun, o zaman vətəndaş onu istəsə əldə etmək, fərqini ödəyərək o dərmanı da əldə edə biləcək. Və düşünürük ki, bu ən vacib bizim növbəti mərhələlərdən biridir ki, bunu tətbiq etdikdən sonra vətəndaşlarımızda da məmnuniyyət və əlçatanlıq daha da artacaq. Və sonuncu səhifə olaraq bildirmək istəyərdim ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, bilirsiniz, Naxçıvan Muxtar Respublikasında da bir İcbari Tibbi Sığorta Dövlət Agentliyi var idi. Artıq ölkə üzrə vahid yanaşma olaraq Naxçıvandakı İcbari Tibbi Sığorta Dövlət Agentliyi ilə bizim burada yerləşdiyimiz agentlik birləşərək Naxçıvan artıq filial şəklində fəaliyyət göstərəcək və burada da ki, həm Naxçıvanda, həm digər Azərbaycanın bölgələrində vahid yanaşma olacaqdır. Və bunu da sadəcə sizə ümumi olaraq məlumat kimi vermək istərdim. Ümumi məlumatlarımız bu qədər. Təbii ki, suallarınız olacaq. Böyük məmnuniyyətlə suallarınızı da cavablandırmağa hazıram. Təşəkkür edirəm. Təşəkkür edirik. Kimin sualı varsa zəhmət olmasa verə bilər. Buyurun.